Və dövlət başçısı qeyd edib ki, Avropa monitorinq missiyası əslində Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar. Baxırlar ki, bəlkə hardansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatlarımız var və belə dırnaqarası monitorinq missiyası haqqında da məlumata sahibik. Azərbaycan prezidenti bir daha diqqətə çatdırıb ki, Ermənistan silahlandırılır və həmin silahlar əslində başqa yerə verilə bilərdi, ancaq Ermənistana göndərilir. Dövlət başçısının verdiyi mesaj bundan ibarətdir. Bununla yanaşı elə qlobal forum çərçivəsində açılış mərasimindəki çıxışında vurğulayıb ki, monitorinq missiyası əslində kəşfiyyat missiyasıdır və onlar çalışırlar ki, hansısa yerdən girə bilsinlər, ancaq sərhədimizdə dayanırlar. Bizim də kəşfiyyat məlumatlarımız var. Bütün bunlara icazə vermirik və onlar haqqında, dırnaqarası missiya haqqında kifayət qədər məlumata sahibik deyib Azərbaycan prezidenti.